بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Deməli, qardaşlar, Muhammed bin Abdülvahhab rahimahullahın dəvətinin və fikirlərinin nə olduğunu öyrənmədən əvvəl, o dövrün insanlarının dini vəziyyətlərini və həmən dövrün dövlətlərinin dini və siyasi vəziyyətlərini diqqətə almaq vacibdir. 18-ci əsrdə dünyanın şərqində ümumi olaraq 3 dövlət hökmranlıq edirdi. Osmanlı dövləti, İrandakı Səfəvi dövləti və Hindistandakı Monqol dövləti. Osmanlı dövləti 18-ci əsrdə artıq öz dövrünün ən zəif dönəmini yaşayırdı. Daxili üsyanlar və Avropa dövlətlərinin təzyiqləri Osmanlıda güc qoymamışdı. Həmən dövrdə Osmanlı alimləri Muhammed bin Abdülvahhabın dəvətini və islahat hərəkatını dindən çıxmaq kimi təqdim etmiş və onu kafir olduğunu bəyan etmişlər. Onun kafir olduğu haqqında fətva vermişdilər. Bu vəziyyəti şeyx öz məktublarında və kitablarında tez-tez iç yanğısı ilə dilə gətirərək belə buyurur. Onlara görə, yəni öz dövrünün Osmanlı alimlərinə, Bəlam alimlərinə görə, sağ əllə yeməyi inkar edən, sübh namazının sünnətini inkar edən, vitr namazını inkar edən kafir olur. Amma İslamı yalanlayan, tövhidi inkar edib, tövhidlə istehza edən kəs, La ilahə illallah dediyi müddətcə müsəlman qardaşın olaraq qalır. Bununla bərabər, biz də La ilahə illallah deməyimizə baxmayaraq, bizi malı və qanı halal kafirlər sinfinə salırlar. Şeyx buyurur ki, bu necə olur ki? Ziddiyyətə baxın. Bu necə olur ki? Bu kəslər sübh namazının sünnətini inkar edən, vitr namazını inkar edənə kafir deyirlər. Amma tövhidi ümumiyyətlə inkar edən, şirkə bulaşan, şirk içərisində boğulan kəs La ilahə illallah dediyi üçün ona müsəlman qardaşımız deyirlər. Halbuki o kəlməni biz də deyirik. La ilahə illallah kəlməsini biz də deyirik. Amma buna baxmayaraq bizi malı və qanı halal kafirlər sinfinə salırlar. Şeyx öz dövründə yaşayan alimlərin ziddiyyətlərini bəyan edərək başqa bir yerdə buyurur ki, siz kim La ilahə illallah deyərsə kafir olmaz dediyiniz halda, mən və mənim dəvətimə icabət edənlər La ilahə illallah deməyimizə baxmayaraq bizi kafir elan etməyiniz ziddiyyət deyilmi? Biz də bu kəlməni deyirik. Bəs nə üçün bizi təkfir etmək üçün fətva verirsiniz? Şeyx və ona tabi olanlar ilk əvvəl çox az ikən, sanki Allah Rəsulü sallallahu aleyhi və səlləmin zamanında olduğu kimi qısa bir müddətdə sürətlə böyüməyə başladılar. Ərəbistanın bir çox ərazilərini öz hakimiyyətləri altına almışdılar. Bunun səbəbi dəvətdə Quran və sünnəti yol xəritəsi olaraq qəbul etmək və İslam dinini Allah Rəsulü sallallahu aleyhi və səlləmin vaxtındakı kimi təmiz halına döndərməyə məqsəd etmələri idi. Dava, qardaşlar, Quran və sünnət üzərində qurularsa, çox qısa zamanda Allah Əzzə və Cəllənin yardımı ilə böyük qövmlər bu dəvətə icabət edər. Həmən dövrdə özlərini İslam üləması hesab edən şarlatanlar, şeyxə və onun tabiçiləri olan muvahhidlərə qarşı vuruşan, onların namuslarını, mallarını və canlarını halal görən kəslərə məktublar yazaraq onları təbrik edir, qalib gəlmələri üçün dualar edirdilər. Onlara dövlətdə yüksək vəzifələr verirdilər. Bu vəziyyət şeyxi o qədər kədərləndirmişdir ki, içindəki sıxıntını bu cümlələrlə ifadə etmişdir və buyurur ki, bizim dəvət etdiyimiz tövhid əqidəsinin Peyğəmbərlərin yolu olduğunu, bizim insanları çəkindirdiyimiz şirkin də Peyğəmbərlərin insanları çəkindirdiyi şey olduğunu bildikləri halda, bizimlə vuruşan Dəhham bin Dəvas və onun bənzərlərinə təbrik məktubları yazılır və onlara Peyğəmbərlərin məqamı verilir. Çox qəribədir. Amma bu, Allah Əzzə və Cəllənin bir imtihanıdır. Muhammed bin Abdülvahhab rahiməhullah Quranı nöqtəsinə, vergülünə qədər ciddiyə alaraq onu insanların həyatının hər sahəsinə tətbiq etməyə çalışan bir imam idi. O dövrdə hakim olan dövlətlərin hamısında bidət və xurafatlar tövhid kimi təqdim edilirdi. Tövhid kimi qəbul edilirdi.
Ona görə də hər yerdə salih kəslərin qəbirləri üzərində türbələr tikmək, onları bəzəmək geniş vüsət almış. Yalvarmaq, yardım istəmək, qurban kəsmək, şəfaət tələb etmək və s. kimi Allah Əzzə və Cəllədən başqasına yönəldilməsi caiz olmayan şeylər həmən türbələrdə yatan kəslərə yönəldilmişdir. Bu türbələrin yanında hər cür çirkin və ağla sığmaz əməllər edilirdi. Bu türbələr birbaşa həmən dövlətlərin dəstəyi ilə tikilmiş və yayılmışdı. Şeyxin yaşadığı Hicaz bölgəsi də bu bidət və xurafatlardan nəsibini almışdı. Mədinədə Həmzə radiyallahu anhə və Uhud şəhidlərinin qəbirləri vardı. Həmən qəbirləri və Allah Rəsulu sallallahu aleyhi və səlləmin qəbrini ziyarət edənlər onlara yalvarır, dua edir, səcdə edir və qurban kəsirdilər. Ciddə və Məkkədə Xədicə anamızın radiyallahu anhə və Əbu Talibin, Taifdə İbn Abbas radiyallahu anhümənin qəbirləri üzərində oxşar şirk və bidət əməllər edilməkdə idi. Ümumi olaraq, İslam olan hər yerdə türbə və qəbirlər çoxalmış, insanlar bununla kifayətlənməyərək, İslamdan əvvəlki dövrlərdə olduğu kimi bitkiləri, daşları və cansız varlıqları müqəddəsləşdirmişdilər. Qəbirdə yatanlara ibadət edənlər elə bir hala gəlmişdilər ki, bu kəslərin alimləri bu qəbirləri həcc etmə və onların yanında bidətlər işləmək haqqında kitablar yazaraq bu kitabları qəbirləri həcc etmək və peyğəmbərlərdən yardım diləmək ədəbləri adını vermişdilər. Təsəvvür edin, kitablar yazırlar və qəbirləri həcc etmək adından belə küfür, şirk yağır. Qəbirləri həcc etmək və peyğəmbərlərdən yardım diləmək ədəbləri adında tomlarla kitablar yazılırdı. Belə çirkin bidətlərdən biri də məhməl bidəti idi. Dövlətin adətlərindən biri də içərisində Kəbənin örtüyü olan parçanı dəvənin üzərinə yükləyərək hər il Məkkəyə göndərirdilər. Kəbənin örtüyünü daşıyan dəvə növbə-növ bəzəklərlə bəzənir, zurna və davul ilə musiqi sədələri altında Kəbəyə gətirilirdi. İnsanlar bu örtükdən bərəkət umaraq ona əl-üz sürtərdilər. Bütün bunlar əməl edilməsi vacib olan bir fərz kimi təqdim olunurdu. Sanki bu əməl həccin ərkanlarındanmış kimi təqdim olunurdu. Bəzi cahillər bu dəvənin həccin fərzlərindən biri olduğunu zənn edirdilər. Muhammed Həmid Fakki bu barədə qeyd edərək buyurur ki, həmən vaxtın dövlətlərinin İslama verdikləri dəyər yalnız məscidləri bəzəmək, Quran kitablarını bəzəklərlə bəzəmək və Dəla'ul Xayrat, yəni küfür və şirk dolu qəsidələr, Dəla'ul Xayrat adlı kitablar vardı, içi şirk və küfür dolu. Kitabların nüsxələrini çoxaltmaqdan ibarətdir. Muhammed ibn Abdülvahhab rahiməhullah yalnız dillə la ilahe illallah deməyin imanın həqiqətini gerçəkləşdirmədiyini, həmçinin tövhidi pozan əməllərdən də uzaq durmağın vacib olduğunu vurğulayırdı. O dövrün Şeyxülislam məqamının dini məsələlərdəki tutarsızlığını isə bu cümlələrlə izah edirdi. Həmin dövrdə Osmanlıda Şeyxülislam məqamında olan biri belə onun dininin nə qədər tutarsız, nə qədər zəif olduğunu bu cümlələrlə izah edirdi. Və buyurur ki, halbuki digər tərəfdə dilindən la ilahe illallah kəlməsini düşürməyən insanlar açıq şəkildə öldükdən sonra dirilməni inkar edir. Şəriətə qarşı mövqe tuturlar. Buna baxmayaraq onlar la ilahe illallah dediklərinə görə müsəlman zənn edilirlər. Eyni bizim zamanımızdakı bəlamların əqidəsi. Onlar dilləri ilə iqrar etməkdən başqa Quranın başdan sonuna qədər bütün hökmləri inkar edir. Rasulullah sallallahu aleyhi və səlləmin yolunu qəbul etmirlər. Şəriətə zidd olduğu bilinən keçmişlərin yolunu İslamdan üstün tuturlar. Quran vəhyinə zidd düşüncəyə sahib sözlü alimlər, keçmişdə yazdıqları kitablar ortada olduğu halda insanların gözündə elə yüksəldilmişdir ki, onların fikirləri sanki şəriətin önünə qoyulmuşdur. Bu günümüzdəki Mövlana tərəfdarları və İbn Arabi tərəfdarlarının vəziyyətinə bənzəyir. Həmçinin şeyx o dövrün qanunlarının tağut olduğunu, onların məhkəmələrinə müraciət etməyin tağuta müraciət sayıldığını, buna görə də özünün vəhy şəriətindən başqa heç bir hökmü qəbul etməyəcəyini bildirməsi rəqibləri tərəfindən şiddətlə rədd edilmişdir. Bu mövqeyinə görə o dövrün alimləri tərəfindən qınandığını Muhammed ibn Abdülvahhab belə ifadə edir. Buyurur ki, halbuki bir kimsə düşməninin
Allah Azze ve Celle'nin şəriətinə görə mühakimə edilməsini istəsə, onların nəzərində bu adam ən pis işi etmiş sayılır. İxtilaf zamanı qarşı tərəfi Allahın şəriətinə dəvət edən, Allah Azze ve Celle'nin şəriəti ilə mühakim olmasını istəyən kəs o dövrdə ən pis adam sayılırdı. Buna qarşılıq qardaşlar, Osmanlı dövləti idarəsindəki qüvvələr bidət əhlinə, təsəvvüfçülərə hər cür fikir azadlığı tanımışdı. Bu şəxslərin xalq arasındakı dəyərini yüksəldərək insanların onları övliya hesab etmələrinə şərait yaradılmışdı. Bu anlayışın nəticəsində tövhidə dəvət edən muvahhidləri təkfir edilmiş, kənarlaşdırılmış, onların malı, qanı və canı özlərini halal sayılmışdır. Muhammed bin Abdülvahhab rahimehullah bu ağır ittihamı xülasələşdirərək buyurur ki, halbuki biz də la ilahe illallah deyirik. Bəs nə üçün bizə kafir deyirsiniz? Dedikdə onlar nə cavab verirlər? Deyirlər ki, müsəlmanı təkfir edən kafir olar. Bununla kifayətlənməyib, daha da irəli gedərək bizimlə əhd bağlayanların əhdlərini pozmalarının böyük savab olduğunu, birinin yanında bizə aid əmanət və ya yetim malı varsa, həmin əmanəti yemələrinin yetim malı olsa belə onu yeməyin caiz olduğuna dair fətva verirlər. Sübhanallahul azim. Muhammed ibn Abdülvahhab İslam alimlərinin insanlara dini yöndən baxış tərzini tənqid edərək, belə bir yanaşmanın, belə bir üslubun İslam dini ilə uyğunlaşmadığını ifadə edərək buyurur ki, bu küfrə meyl edənlər arasında gördüklərimdən və oxuduqlarımdan heç birinin küfrü la ilahe illallah deyib İslamın digər prinsiplərini qəbul etməyən bədəvilərin küfrü qədər ağır deyil. Təsəvvür edin, buyur ki, bu küfrə meyl edənlər arasında gördüklərimdən və oxuduqlarımdan heç birinin küfrü, ən azğın küfrü olan kəslər kimdir? La ilahe illallah deyirlər. Bununla bərabər İslamın digər prinsiplərini qəbul etmirlər. Muhammed bin Abdülvahhabın dəvətindən əvvəlki vəziyyəti təsvir edən bu cümlələr Nəcd xalqının İslamla nə qədər əlaqəli olub olmadığını açıq şəkildə göstərir. Bu sözlər onların İslama baxış tərzinin Quran vəhyinə nə dərəcədə uyğun olduğunu anlamağımıza imkan verir. O dövrün yanlış anlayışlarından biri də Muhammed bin Abdülvahhab rahimehullahın aşağıdakı sözlərində görürük. Nə buyurur? Buyurur ki, bilinməsi vacib olan başqa bir məsələ də budur. Zamanımızın alimlərinə, dırnaqarası, Bəlam alimlərinə görə bir kimsə la ilahe illallah deyərsə, onun malı və canı toxunulmazdır, təkfir edilə bilməz və onunla döyüşmək caiz olmaz. Halbuki digər tərəfdə dilindən la ilahe illallah kəlməsini düşürməyən belə insanlar açıq şəkildə öldükdən sonra dirilməni inkar edir. Şəriətə qarşı mövqe tuturlar. Buna baxmayaraq la ilahe illallah dediklərinə görə müsəlman zənn edilirlər. Muhammed bin Abdülvahhabın bu cümlələri o dövrün alimlərinin ümumi düşüncələrini İslamla nə qədər uyğun olub olmadığını açıq şəkildə ortaya qoyur. Yəni burada Muhammed bin Abdülvahhabın öz sözlərindən anlaşıldığına görə onun dövründə dövlət rəhbərliyi və Şeyxülislam məqamı onu təkfir etmişdir. Səbəblərinə baxdıqda nədir səbəb? Müsəlmanı təkfir edən kafir olar deyə cavab verirlər. Bunlar Muhammed bin Abdülvahhabın öz sözləridir. Yəni onların iddiasına görə əgər o həmən cəmiyyəti təkfir edibsə və həmən cəmiyyət özlərini müsəlman hesab edirsə, bu hökm ona geri dönmüş olurdu. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim öz qardaşına ey kafir deyərsə, bu onlardan o ikisindən birinə dönər. Bu hədisi əsas alaraq Muhammed bin Abdülvahhab öz dövründəki şirk əhlini, qəbirlərə, pirlərə, övliyalara ibadət edənləri təkfir etdiyinə görə onu kafir hesab edirlər. Onu kafir deyirlər. Səbəb nədir? Səbəbinə baxdıqda onların iddiasına görə əgər o həmən cəmiyyəti təkfir edibsə və həmən cəmiyyət özlərini müsəlman hesab edirdisə, bu hökm ona geri dönmüş olurdu. Yəni, Osmanlı alimlərinin iddiası məhz bu idi. Şeyxi təkfir etmək üçün heç bir ciddi bəhanə tapa bilmirdilər. Şirk əhlini təkfir etdiyi üçün müsəlmanları təkfir edirsən deyərək onu kafir görürdülər. Yəni, bu günümüzdəki zındıqların eyni üslubu. Tarix boyu qardaşlar, batil əhlinin haqq əhlinə qarşı istifadə etdikləri ad. O zaman İmam Əhmədin dəlilləri qarşısında aciz qalan batil əhli onu xaricilikdə ittiham etdilər. Muhammed bin Abdülvahhabın zamanındakı batil əhli şeyxin dəvəti qarşısında aciz qaldıqda yeganə gətirdikləri hüccət bu oldu ki, sən müsəlmanları təkfir edirsən.
Bugün də eyni şey biz yaşayırıq. Eyni ilə biz də bugün özlərini dəvətçi, elm əhli hesab edən kəslərdən bu muamiləni görürük. Onlar gecə-gündüz şirk və küfr edən kəslərin müsəlman olduğunu isbat etmək üçün min bir oyuna baş vururlar. Bunlar la ilahe illallah deyir, bunlar özlərini İslam'a nisbət edir, kimi əsassız və dəlilsiz sözlərlə şirk əhlinə haqq qazandırırlar. Amma bizə gəldikdə belə deyirlər. Bunlar xavariclərdir. Xavarizlərin hökmündə də alimlər ixtilaf edib, bəzi alimlər onları kafir görüb, ona görə həmən görüşü qəbul edərək biz də kafir görə bilərik. Gecə-gündüz şirkə bulaşan, gecə-gündüz şirk edən, küfr edən, Allah Əzzə və Cəllənin dini ilə zərrə qədər maraqlanmayan, Allah Əzzə və Cəllənin dinindən üz çevirən, öyrənməyə heç meyl etməyən, öyrənmək üçün üzünü belə çevirməyən, gözünü belə qırpmayan kəsləri təkfir etdiyimizə görə nə deyirlər? Siz xavaricsiniz. Xavarizlərin hökmündə alimlər ixtilaf ediblər. Bəzi alimlər kafir deyib, biz də o görüşü görüb sizi kafir görə bilərik və görürlər də, görənlər də var. Yəni biz bunu onların dərslərində eşidirik. Halbuki biz də özümüzü İslam'a nisbət edirik. Halbuki biz də la ilahe illallah deyirik və namaz qılırıq. Müşrikləri təmizə çıxartmaq üçün gətirdikləri bəhanələrin, üzürlərin mində birini bizim üçün gətirməzlər. Biz şirk əhlini təkfir etdiyimiz üçün bizə xavaric damğası vuran, bizə müsəlmanları təkfir edirsiniz deyən o murdar zehniyyətin kökü, yəni o dövrdən başlayıb. Muhammed bin Abdülvahhab rahimehullah öz dövründəki bütün qövmlərin, millətlərin dinə baxış tərzini Quran vəhyinə əsaslanan bir müsəlman gözü ilə qiymətləndirirdi. Vəziyyəti izah edərək buyurur ki, təəssüf ki, bu inkar xəstəliyi çox az istisna olmaqla yer üzündə insanların böyük əksəriyyətinə sirayət etmişdir. Yenə də Muhammed bin Abdülvahhabın yaşadığı dövrdəki batil anlayışlardan biri də nə idi? Deyirlər ki, ayələrin müşrik və kafir adlandırdığı toplumlar Allahdan başqa ilahlar qəbul edir, peyğəmbərləri yalanlayır, Quranın hökmlərinə qarşı çıxır, sehr, cadugərlik kimi işlər görürdülər. Onlar isə deyirlər ki, bugünkülər isə deyirlər ki, biz belə deyilik. Biz peyğəmbərlərə də inanırıq, Quranı da oxuyuruq, biz müsəlmanıq. Sən bizi təkfir etməklə müsəlmanları təkfir edirsən. Eyni budur günkü durum. Nə deyirlər? Deyirlər ki, Qurandakı zikr olunan ayələr, kafirlər, müşriklər haqqında bəhs edən ayələr o zamanın kafirləri idi. Onlar özlərini İslam'a nisbət etmirdilər. Onlar la ilahe illallah demirdilər. Bugünkülər isə eyni onların etdiyi əməlləri etmələrinə baxmayaraq, eyni onlar kimi qəbirlərə, övliyalara, pirlərə, ocaqlara, bütlərə ibadət etmələrinə baxmayaraq, la ilahe illallah deyirlər, peyğəmbəri qəbul edirlər, Quran oxuyurlar, özlərini İslam'a nisbət edirlər. Ona görə də siz onları təkfir etməklə müsəlmanları təkfir edirsiniz. Eyni bugünkülər nə deyirsə, eyni şeyi onlar deyirlər, yəni bir-birinə miras alıblar. Və deyirlər, biz müsəlmanıq, sən bizi təkfir etməklə müsəlmanları təkfir edirsən. Yəni, dediyim kimi, bu günümüzdə bəzi insanların müsəlmanlara qarşı dedikləri sözlərlə eynidir. Şeyx onların bu iddiasına cavab verərək buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi məsələlərin birinə inanıb, digərinə inanmayanın kafir olduğu barədə bütün alimlər icma etmişdilər. Bütün alimlər icma etmişdilər ki, Qurandan və sünnətdən vacib olan Quran və sünnətdə isbat olunmuş bir hökmü kim inkar edərsə, birinə inanıb digər birini inkar edərsə, kafirdir. Quranın bir hissəsinə inanıb bir hissəsini inkar edən, tövhidi qəbul edib namazın vacibliyini inkar edən, yaxud tövhidə və namazın vacibliyinə inanıb zəkatın vacibliyini inkar edən, yaxud hamısına inanıb orucun və ya həccin vacibliyini inkar edən, hamısı eyni hökm altındadır, hamısı kafirdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə həccə getməyənlər olduqda Allah Əzzə və Cəllə nə buyurdu? Ona yol tapa bilənlərin beytə həcc etməsi Allahın insanlar üzərində haqqıdır. Kim küfr edərsə, Allah aləmlərdən müstəğnidir. Yəni həccin vacibliyini inkar edərsə, həccə getməyin vacib olmadığını deyərsə, Allah aləmlərdən müstəğnidir. Alimran surəsi 97-ci ayə. Yəni bütün bunların hamısına inanıb, öldükdən sonra dirilməni inkar edəndə icma ilə kafirdir. Necə ki, Allah Əzzə və Cəllə Nisa surəsində buyurur ki, Allah və peyğəmbərlərini inkar edən, Allah ilə peyğəmbərlər arasında fərq qoymaq istəyənlər birinə inanırıq, birini inkar edirik deyərlər. Onlar həqiqi kafirlərdir.
Yəni buna görə də inanılması vacib olan şeylərin bir qismini qəbul edib, bir qismini inkar edən qardaşlar kafirdir və bu Quranla açıqlanmışdır. Muhammed bin Abdülvahhab bu mövzuda o dövrün alimlərinin nə qədər İslamdan uzaq düşdüklərini ifadə edərək buyurur ki, məlumdur ki, tövhid peyğəmbərlərin bildirdiyi ən böyük fərzdir. Namazdan, zəkatdan, orucdan və həcdən daha böyükdür. Necə olur ki, peyğəmbərin gətirdiyi bütün şeyləri qəbul edib, bu fərzlərdən birini inkar edən kafir olur. Amma bütün peyğəmbərlərin yolu olan tövhidi inkar edən kafir sayılmır. Bu necə bir cahillikdir? Muhammed bin Abdülvahhab rahimahullahın öz dövründəki din anlayışını təsvir etməsinə diqqət etsək, görərik ki, bu günümüzdə bəzi insanların düşüncəsi ilə tam uyğun gəlir. Bugün də bəziləri deyir ki, la ilahə illallah demək kifayətdir. Namaz, oruc, zəkat, həcc olmasa da insan müsəlman qala bilər. Tövhid kəlməsini yalnız dil ilə deyib, Allah Rəsulü sallallahu aleyhi və səlləmin gətirdiyi hökmləri tərk edərək, yenə də özlərini müsəlman hesab edirlər. Muhammed bin Abdülvahhab bu düşüncənin yanlışlığını açıqlayaraq, bu vəziyyəti təsvir edərək buyurur ki, deyirik ki, Peyğəmbərin sahabələri Allahdan başqa ilah olmadığına və Muhammedin sallallahu aleyhi və səlləm onun elçisi olduğuna şəhadət etdikləri halda Bəni Hənifə ilə döyüşmüşdülər. Əgər biri desə ki, onlar Museyləmənin peyğəmbər olduğunu iddia edirdilər ki, elə bunu deməyinizi istəyirik, deyərik ki, bir insanı peyğəmbər məqamına qaldıran kafir olursa, malı və qanı halal olursa, şəhadət və namaz ona fayda vermirsə, bir insanı Allah məqamına qaldıran necə müsəlman ola bilər? Yəni, Museyləməni peyğəmbərlikdə şərik görən, Museyləmədə Allah Rəsulü sallallahu aleyhi və səlləm kimi, Muhammed kimi bir peyğəmbərdir deyə etiqad edən Bəni Hənifə kafir olur, amma bir insanı Allahla tay tutan kafir olmur. Bu necə bir əqidədir? Museyləməyə iman gətirənlər la ilahə illallah deyirdilər, Muhammed sallallahu aleyhi və səlləmin peyğəmbərliyini təsdiq edirdilər, namaz qılırdılar, oruç tuturdular. Və lakin deyirlər ki, Museyləmə də peyğəmbərlikdə Muhammed sallallahu aleyhi və səlləmə şərikdir. İkisi də peyğəmbərdir. Muhammed bin Abdülvahhab deyir ki, peyğəmbərliyə şərik qoşan kafir olur icma ilə. Amma Allaha şərik qoşan kafir olmur. Bu necə bir əqidədir? Bu necə bir batil inancdır? Eyni bugünkü kimi. Bugün bu zındıq dəvətçilərə, özlərini dəvətçi, İslam dəvətçisi hesab edən birinə desən ki, zamanımızda falan kəsin Ələsgərin peyğəmbər olduğunu iddia eləyir. Ələsgəri də peyğəmbər sayır, deyəcək ki, o kafirdir. Amma Allaha şərik qoşana, Allah ilə yanaşı Allahdan başqasına ibadət edənə, Allahdan başqasını Allah səviyyəsinə qaldırana deyir ki, o cahil müsəlmandır. Allah Əzzə və Cəllə buyurdu ki, Allah bilməyənlərin qəlbini möhürləyər. Ali bin Əbu Talibin odda yandırdığı insanlar özlərini müsəlman hesab edirdilər. Onlar Ali radiyallahu anh'ın Yusuf və Səmsan kimi ucaldırdılar. Yusuf və Şəmsan Muhammed ibn Abdülvahhabın zamanında yaşayan övliya hesab etdikləri kəslərdir. Sahabələr onların küfrü və öldürülməsi barədə necə icma etmişdilər? Sahabələr müsəlmanları təkfir edərdilərmi? Ali bin Əbu Talib həmin kəsləri, Ali bin Əbu Talibi ilah səviyyəsinə qaldıranları diri-diri odda yandırdı. Sahabələr onların öldürülməsi üzərində icma etdilər. Yalnız İbn Abbas deyirdi ki, o yandırılmaqla yox, boyunları vurulmalıdır. Çünki yandırmaqla əzab etmək Allaha xasdır. Bəyəm sahabələr müsəlmanları təkfir edərlər. Abbasilər dövründə Misir və Şimali Afrikaya hakim olan Ubeydilər də la ilahə illallah deyirdilər, namaz qılırdılar. Lakin şəriətə zid əməlləri ortaya çıxınca bütün alimlər onların kafir olduğuna hökm etdilər və onlarla döyüşdülər. Onların diyarını da Darül Küfr adlandırdılar. Bəni Hənifə qəbiləsi dindən dönənlərin ən məşhuru idi. Onlar şəhadət gətirir, namaz qılırdılar. Lakin Rəcal adlı mürtədin yanında olduqları üçün etdikləri ibadətlərin Peyğəmbər tərəfindən əmr edildiyini zənn edirdilər. Belə bir inanca sahib olanlara görə birisi İslamı məsxərəyə qoysa, heç bir İslamı əməl etməsə də la ilahə illallah dediyi üçün müsəlmandır. Bu necə qəribə bir hökmdür? Buna ən cahil insan belə varmaz. Allah Əzzə və Cəllədən istəyirəm ki, qəlbimizi dini üzərində sabit eləsin. Allahümmə amin. Subhanək Allahümə və bəhəmdik. Əşhədu ən la ilahə ilə ənt əstəğfiruka və atubu ileyk.